Artıq bitdi. Hər kəs ingilis dilini asanlıqla öyrənə biləcək. Bundan sonra sizin nə əlavə müəllimə, nə dərs materiallarına, nə kursa ehtiyacınız qalmayacaq. Çünki bu fürsəti sizin üçün biz yaratmışıq. Deyim niyə görə bugünə qədər insanlar ingilis dili öyrənə bilmirdilər? Çünki ya müəllim yanına gedəndə, ya hansısa bir kursa gedəndə orada müxtəlif problemlər olur, hansı ki biz onu görməzdən gəlirik və bir müddət sonra bizə elə gəlir ki, problem bizdədir. Misal üçün, gedirik dərsə, bir gün müəllimin əhvalı yaxşıdır, yaxşı dərs keçir. Növbəti dərs müəllimin kefi yoxdur, həyatında nəsə pis bir şey baş verib, o qədər də dərs maraqlı keçmir. Bir gün yaxşı olur, bir gün yaxşı olmur. Ya da bir gün bizim kefimiz olur, bir gün kefimiz olmur. Amma bu kefimiz olmadığı ya da müəllimin kefi olmadığı vaxtlarda belə dərslər boşuna getmiş olur. Yəni, məsələn, həftədə 2 dəfə dərsə gedirik. Amma biz, məsəl üçün, bugün boş vaxtım var, bugün də kaş ki dərs olardı, gedərdim. Amma gedə bilmirəm. Niyə? Çünki mənim qrafikima uyğun deyil. Müəllimin bugün dərsi yoxdur, sabahdır. Sabah da dərs var, amma mən getmək istəmirəm, başqa işim var. Və bir də baxırıq ki, bir ayda biz 8 dənə dərsə getməliyiksə, gəmi 3 dənə dərsə getmişik. Sonra əvvəl həvəslənirik və bir müddət sonra həvəsdən düşməyə başlayırıq və elə gəlir ki, biz həvəsdən düşdük. Bunun səbəbini heç axtarmırıq və tapa da bilmirik. Və yaxud da yolda itirdiyimiz vaxt evdə otururuq, baxırıq ki, 1 saat sonra kursa başlamalıyam, buna görə durub getməliyəm kursa. Onlayn öyrənmək də insanların psixologiyasında yanlış qalıb ki, mən onlayn şəkildə qoşulacağam, internet gedəcək, bir yerdə kəsiləcək, müəllim gec qoşulacaq, link göndərəcək mənə. O qədər problemlər var ki, bu qədər problemlərin içərisində insan öyrənməkdən sıxılır. Əlavə olaraq, bilmirsiniz ki, sizə dərs keçən müəllim yaxşı müəllimdir, yoxsa pis müəllimdir. Biz adətən kursa gedib müəllimin həvəsinə, enerjisinə, ingiliscə danışıq aksentinə baxıb deyirik ki, hə, yəqin bu yaxşı müəllimdir. Amma müəllimin yaxşı dərs keçmə metodikası yoxdursa, o müəllimlə siz 10 ildə öyrənsəz, yaxşı şəkildə öyrənə bilməyəcəksiniz. Və insan 48 saat ərzində bir gündə öyrəndiklərinin 80%-ni unudur. Təsəvvür edə bilirsiniz nə qədər böyük rəqəmdir? Yəni, siz bugün kursa gedirsiniz, müəllim sizi biraz inkişaf elətdirir. Siz sabah bir gün dərsiniz yoxdursa, avtomatik geriyə doğru getməyə başlayırsınız. Çünki məlumatı unudursunuz. Və ingilis dilini öyrənmək məlumatı yadda saxlamaq deyil. Məlumatı vərdiş eləməkdir ki, necə ki mən indi danışanda düşünmürəm ki, hara mübtəda qoyum, hara xəbər qoyum, hara tamamlıq qoyum. Bütün dillər də bu formada mənimsənilməlidir ki, siz beyninizdə düşünüb tərcümə eləməyəsiniz. Müəllim sizi inkişaf elətdirir, siz geriyə doğru gedirsiniz. Müəllim sizi inkişaf elətdirir, siz geriyə doğru gedirsiniz və bir ay ərzində normal bir nəticə görmürsünüz və çıxırsınız. Burada çox müxtəlif faktorlar var ki, onların insanın öyrənməsinə müxtəlif formada təsir edirlər. Biz bunların hamısını araşdırdıq və qərara gəldik ki, insanların ən yaxşı və ən sürətli öyrənmə metodu ancaq bu ola bilər. Dərslərin hər birini onlayn formada çəkdik. Çünki əvvəl də o qeyd elədiyim, müəllimin bir gün həvəsi var, bir gün həvəsi yoxdur. Onlayn olsa gəl internetdə qırılmalar ola bilər və s. kimi problemlər olmasın deyə. Dərslərin hər biri şəxsən mənim özüm tərəfindən keçirilib, mənim videoların formatında hazırlanıb və bu adi ənənəvi dərs metodları deyil. Biz bilirsiniz, Emersonda 40 günlük ingilis dilini tədris edirik və burada insanları çox sürətli şəkildə elementary səviyyəsindən B2 səviyyəsinə çatdırırıq. Orada istifadə etdiyimiz bütün metodları, tələbələrdən yığdığımız bütün təcrübələri istifadə edib artıq 2 ildir ki, üzərində çalışdığımız bu proqramı yaratmışıq. Burada siz çox sürətli öyrənə biləcəksiniz və bunun əsas üstünlüyü odur ki, heç yerə getmədən və yaxud da əgər harasa gedirsinizsə, cihazınız, telefonunuz, kompüteriniz sizin yanınızdadırsa, orada dərslə məşğul ola biləcəksiniz. Yəni, ürəyinizə düşən vaxt dərslə məşğul olacaqsınız. Məsələn, işdən gəldiniz, bugün vaxtınız var, enerjiniz yerindədir. Açdınız kompüteri, yarım saat məşğul oldunuz, və yaxud da 1 saat məşğul oldunuz, və yaxud da 3 saat məşğul oldunuz, örtdünüz kompüteri, getdiniz işinizi gördünüz. Və yaxud da ki, heç işləmirsiniz, evdə siz oturmuşsunuz, baxırsınız ki, nə dostlarımdan görüşmək istəmirəm, nə yatmaq istəmirəm ki, vaxtım gedəcək, kino da axtarıb tapa bilmirəm. Bax, o boşluq ki olur, bilmirsən, neyniyəsən. Həmin boşluğu doldurmaq üçün Emerson var. Götürdünüz kompüterinizi, getdiniz kofe şopa, bir dənə kofe aldınız, qoydunuz yanınıza, açdınız və başladınız praktik eləməyə. Özünüz üçün xüsusi qrafik qura bilərsiniz ki, mən həftədə 3 dəfə, 5 dəfə, 4 dəfə gedəcəm kofe şopa, oturacam, açacam kompüterimi, praktik eləyəcəm. Orada sizin üçün birbaşa danışığınızı inkişaf elətdirəcək xüsusi metodlardan istifadə olunub ki, siz o dərslər vasitəsilə birbaşa danışığınızı inkişaf elətdirəcəksiniz.
Nəinki danışığınızı, hətta yazmavınızı, oxumavınızı, dinləməvinizi də inkişaf etdirəcəksiniz. Amma o 3 sectionda elə bir formada təmin olunub ki, yenə gəlir sizin danışığınıza təsir edir. Misal üçün, mən onlayn dərslər almaq istəyəndə həmişə fikirləşirdim ki, müəllimə sual vermək istəyəcəm, amma müəllim olmadığım üçün sual verə bilməyəcəm, fikirləşə qalacam. Bax, bu mənim üçün əsas problem olduğuna görə bu proqram çərçivəsində onu da tam şəkildə həll etmişik. Yəni, sizin heç bir sualınız kənarda qala bilməz. Çox söz bilirəm, amma danışa bilmirəm, tənbələm, həvəsim yaranır, sonra ölür. Bunların hamısının səbəbi yanlış şəkildə qurulmuş qrafiklər, yanlış kurs metodları, yanlış müəllimlərin metodları və ən əsası ortada itən böyük vaxt itkisidir. Bəzən gedirsiniz kursa, qrupla dərslərə başlayırsınız. Hər biriniz, misal üçün 5 nəfərsiniz qrupda və 5-inizin də səviyyəsi eynidir. Hər biriniz A2 səviyyəsindəsiniz. Amma hər kəsin bildiyi A2 səviyyəsindəki mövqelər fərqlidir. Məsələn, biri 30% bilir, biri 70% bilir, biri 10% bilir. Hamınız A2 səviyyəsindəsiniz. Müəllim nəyisə izah eləyəndə biriniz artıq onu bilmiş olursunuz, birinizə ümumiyyətlə çətin gəlir həmin məsələ. Burada elə bir şey yoxdur. Ən aşağıdan başlayacaqsınız. Əgər həmin mövzunu bilirsinizsə, imtahanı verib növbəti mövzuya keçirsiniz. Əgər o mövzunu bilirsinizsə, imtahanı verib növbəti mövzuya keçirsiniz. Və bu sizə kömək eləyir ki, aşağıda olan bütün boşluqlarınızı doldurasınız ki, gəlib sizin həqiqi olduğunuz səviyyə çatanda aşağıda heç bir boşluğunuz qalmasın və tam sürətlə davam eləyib istədiyiniz səviyyəyə gəlib çata biləsiniz. Və hər səviyyənin sonunda imtahan verib sertifikat alacaqsınız. Və bu sertifikat rəsmi şəkildə Emerson tərəfindən təsdiqlənmiş sertifikatdır. Və elə indi Emersonda qeydiyyatdan keçəcəksiniz, dərs al bölməsindən gəlib ingilis dilini seçirsiniz. Daxil olub içərisində bu videonu izləyə bilərsiniz və yaxud da məlumatları oxuya bilərsiniz. Dərs al düyməsinə basdıqda həm ödənişsiz şəkildə sınaq dərsinə baxa bilərsiniz və yaxud da ki, standart paketindən və ya premium paketindən dərslərinizə davam edə bilərsiniz. Əgər sınaq dərsinə baxdınızsa, daha sonra standart paketi seçib, dərsləri alıb, ödənişi eləyib, davam edə bilərsiniz. Və əgər siz bir ayda 3 gün hazırlaşmaq istəyirsə, 3 gün hazırlaşacaqsınız. Əgər bir ayda 30 gün hazırlaşmaq istəyirsə, 30 gün hazırlaşacaqsınız. Bunun üçün sizin qrafikinizi təyin edəndə müəlliminiz də sadəcə özünüz olacaqsınız. Elə indi qeydiyyatdan keçin və dərslərə başlayın.